Oktyabrın 22-sində Beynəlxalq Mətbuat Mərkəzində Aşıq Tariyeroğlu'nun Yanıq Kərəmi adlı musiqi albomunun və eyni adlı klipinin təqdimat mərasimi keçirilib. Klassik caz üslubu ilə aşıq sənətinin sintezində yaranan klipdə Ustad Aşıq Ədalət də yer alıb. Təqdimat mərasimində bir çox tanınmış sənət adamları iştirak edib. Yanıq Kərəmdən müraciət edirəm. Çünki sazda bugünkü gün sazı görən adam birinci Yanıq Kərəmi yanına düşür. Yəni sazı kim əlinə götürür? Yanıq Kərəmi ilə başlayır. Yəni bizim məclislərdə də Yanıq Kərəmi çox istəyirlər. Mən bunu yeni tərtibatda, yeni aranjmanda təqdim elədim. Bilməm nə dərəcədə qəbul olunacaq, xoşa gələcək, bilməm onu siz deyə bilərsiniz, tamaşaçılarımız deyə bilər. Qədimliyi ilə müasirliyi birləşdirib, sintez edə bilən Aşıq Tariyeroğlu ifası. Mən bu klipə baxa-baxa bir an getdim 20 il bundan, 22 il bundan qabaq. Aşın, mən səni təbrik edirəm klipin münasibəti ilə. Biz bu klipin əhatəsində çox şeylər düşünmüşdük əslində. Çox şeylər fikirləşdik. Əslində mən Aşının bu klipinə baxanda həyatımda ilk dəfədir ki, Yanıq Kərəmi oynamaq istəmədim. Yəni kimdən oynamaq hissi geçmədi. Adətən çox ritmikdir, belə şən bir havadadır, adamı bəlkə də oynada bilər, amma məndən oynamaq hissi gəlmədi. Bəlkə də klipin bu tərzi bunu vadar elədi. Nəyə görə? Çünki klipdə müasirlik, millilik, qədimi torpaqlarımız, adətlərimiz tam əks olunmasa da haradasa elementlər var. Mən yaradıcılığımda aşıq musiqilərinə yeni tərzdə, yeni formatda, yeni aranjmanda, amma orijinallığa dəyməmək şərti ilə bir neçə aşıq alaların mən hazırlamışam klip şəklində. Bundan qabaq Ruhani klipi olub. İndi də Yanıq Kərəmin klipini çəkmişik. Ustadımız Aşıq Ədalət Nəsiboğlu'nun bir yerdə çəkmişik. Çünki Yanıq Kərəmin havası bizim qədim havamızdır. Yəni əsli və Kərəm dastanından. Və bunu 70-ci illərdə Aşıq Ədalət bizim xalqımıza təqdim edib, müasir şəkildə təqdim edib. Bu gün də mən Yanıq Kərəm musiqisinə müraciət eləməyəm. Bütün bizim hər yerdə sazı görən kimi Yanıq Kərəm yada düşür. Ona görə də klip elədik.